Gəlin bu sualı ispat etməyə çalışaq. Deyir ki, ispat edin ki, n əgər müsbət tam ədəddirsə, bu ifadə 3804-ə tam bölünür. İlk öncə gəlin bu ədədi n kubu çıxılsın, n-i vuruqlarına ayıraq. Burada n-i ortaq çıxara bilərik. Qalır n kvadratı çıxılsın 1. Müxtəsər vurmaya əsasən bilirik ki, bu bizə n vuraq, n çıxaq 1, vurulsun n plus 1 verir. Mən də bunu n çıxaq 1 vurulsun n plus 1 şəklində yaza bilərəm. Buradan görürük ki, bunlar 3 ardıcıl tam ədədlərdir. Buna əsasən biz deyə bilərik ki, bunların hasili 3-ə tam bölünür. Çünki 3 ardıcıl ədədin hasili 3-ə tam bölünür. Həmçinin bunlardan 2 ardıcıl ədədin hasili də 2-yə tam bölündüyündən bu ifadə həmçində, yəni n kubu çıxılsın n 2-yə də tam bölünəcəkdir. Burada da gəlin n kubu çıxaq n yazaq, qısaldaq. N kubu çıxaq n. Həm 3-ə, həm 2-yə bölünərsə, deməli bu ədəd 6-ya qalıqsız bölünəcəkdir. Deməli 6-ya qalıqsız bölündüyünü dedik. İndi gəlin 3804 ədədini vuruqlara ayıraq. Bunu vuruqlara ayırsaq, görərik ki, 2 vurulsun, deməli 2 vurulsun 317 deməkdir. Hətta vurulsun 3 də var burada. Bunu ona görə biz yaza bilərik ki, 6 vurulsun 634 şəklində. Baxın, biz dedik ki, baxın bu vuruq 6-ya tam bölünür. İndi biz isbat eləsək ki, bu vuruq da 634-ə tam bölünür. Deməli, isbatımız bitmiş olar. Deməli, biz tapmalıyıq ki, yəni ispat eləməliyik ki, 384, 5 üstü 8 n üzərinə gəlsin 4, üzərinə gəlsin 3 üstü 4 n plus 2-yə tam bölünür. Gəlin bunu biraz sadələşdirək. Məsələn, gəlin bunu biraz sadələşdirək. Bunu yazaq 5 üstü 4 vurulsun 2 n plus 1 şəklində. Digərini isə yazaq 3 üstü 2 üstü 2 n plus 1 şəklində yazaq. Və bu zaman nə almış olarıq? 5 üstü 4 bilirik ki 625'dir. 625 üstü 2n plus 1 üzərinə gəlsin 9 üstü 2n plus 1 almış olarıq. Bunu araşdırmalıyıq. Mod deməli 634'də. İndi baxırıq ki, bu ədəd mənfi 9 verir. Mənfi 9 üstü 2n plus 1 üzərinə gələk 9 üstü 2n plus 1 bərabərdir x mod 634'də. İndi mən bunu da yazıram. Mənfi 1 vurulsun 9 üstü 2n plus 1 şəklində. Üzərinə gəlsin 9 vuraq 2n plus 1. Yəni 9 üstü 2n plus 1. Bunu da yaza bilərik ayrıcı qüvvətə yüksəlsək. Mənfi 1 üstü 2n plus 1 vurulsun 9 üstü 2n plus 1. Üzərinə gələk 9 üstü 2n plus 1. İndi bu n tam ədəd olduğuna görə, deməli bu nədir? Təkdir. Tək olduğuna görə mənfi 1 eləyir. Mənfiyə də vursaq, mənfi 9 üstü 2n plus 1. Üzərinə gələk 9 üstü 2n plus 1. Bunlar da əks olduğuna görə eləyir 0. Yəni mod 634'də 0 qalığını verir. Deməli bu nə deməkdir? 634'ə tam bölünür. Dedik ki, bu ədəddə 634'ə tam bölündüyündə isbat elədik. Bu 6-ya, bu 634'ə bölünürsə, deməli ədəd də 3804'ə qalıqsız bölünür.